Allah Teala bu cinayətkarların batil və şeytani prinsiplərinin aradan gedilməyindən ötürü möminləri hər zaman bu cinayətkarlarla, bu şeytan sifətlərlə mübarizəyə səsləyir. Və cahidu bi envalikum və enfusikum fi sabilillah. Allah yolunda mallarınızla, canlarınızla cihad edin. Düzdür, insanlar müharibə xoşlamırlar, qan tökülməyini istəmirlər. Amma bilin, insanlar istəsələr də, istəməsələr də bu cinayətkarlar hər nə qədər yaşayırlar, heç kimə rəhm etməyəcəklər. Bunlar insan qanı və insan əti ilə qidalanan vəhşilərdir, vampirlərdir. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhəm. Allah Teala inşallah bu ayda tutulan bütün orucları həqiqi oruç tutanların oruclarından qərar versin. Allah Teala Səhv surəsinin 8-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Yuriduna liyutfi'u nurallah bi afwahihim vallahu mutimmu nurih və lev karihal kafirun. Kafirlər istəyirlər Allahın nurunu öz ağızları ilə söndürsünlər. Allah Teala da kafirlərin xoşuna gəlməsə də öz nurunu tamamlayacaqdır. Ayədə nurdan məqsəd Allahın dinidir, İslam dinidir. Allah Teala bu ayədə buyurur: İki iradə daimi biri-biriləri ilə mübarizə aparırlar. Biri Allah və onun hizbidir, ordusudur. Digəri isə şeytan və onun hizbidir. Şeytan və onun ordusudur. Şeytan və onun ordusu çalışırlar ki, Allahın nurunu söndürsünlər. Yəni Allahın dinini aradan aparsınlar. Allahın da iradəsi budur ki, öz dini yer üzünün hər yerində yayılsın və onun proqramı və qanunları yer üzünün hər yerində icra olunsun. Ayənin axırında Allah Teala buyurur: "Vələv kərihəl kafirun." Kafirlər bunu xoşlamasalar da Allah Teala bu işi edəcək. Yəni öz dinini yer üzünün hər yerində yayacaq, dinin bütün proqramları və qanunları yer üzündə icra olunacaq. Bunun ən kamili İmam Zaman ağa gələndə baş verəcək. Şeytan və onun ordusu istəyirlər Allahın insanları saadətə və xoşbəxtçiliyə çatdıran dinini aradan aparsınlar və öz çirkin proqramlarını bəşəriyyət üzərində icra etsinlər. Amma Allahın istəyi tam başqadır. Allah Teala istəyir insanlar onun qanunları və proqramları əsasında yaşasınlar. Bu proqramlardan biri tam insanların fitrəti əsasındadır, bu Allahın proqramıdır. Digəri isə tam insanların fitrətinin ziddinədir. Bu da şeytan və onun ordusunun proqramıdır. Şeytanın ordusu deyəndə insanlardan və cinlərdən olan şeytan sifətlər nəzərdə tutulur. İnsanlardan olan şeytan sifətləri də dünya hal-hazırda müşahidə edir. Bunların ən kamil nümunəsi böyük şeytan olan Amerika, Avropa, İsrail və Qərb blokudur. Bunlar dünyada bütün vəhşiliklərə, bütün cinayətlərə əl atıblar. Şeytan və onun ordusunun proqramı batil və şeytani prinsipə söykənir. Bu prinsipə əsasən hər bir sistem ki dünyada qurulur, bunların batil və şeytani prinsipinə söykənməlidir. Bunların indiki zamanda batil və şeytani prinsipi liberalizmdir. Bu prinsipə əsasən insan azaddır və insan dözümlü olmalıdır. Azaddır ona görə ki, ürəyi hər nə istəyir edə bilər. Hər nə cinayət, hər nə təcavüz istəyir edə bilər. Dözümlü olmalıdır ona görə ki, biri onun mədəniyyətinə təcavüz etsə, dözümlülük göstərməlidir. Bunu biraz da açıq desək, bu şeytan sifətlər istəsələr xalqlara, onların mədəniyyətinə, onların sərvətinə təcavüz etsinlər, xalqlar gərək dözümlülük göstərsinlər və bunlara heç nə deməsinlər. Bu prinsip bunun üçündür. Bu prinsipi dünyada icra edənlər, dünyada törətmədikləri cinayətlər yoxdur. Ölkələrə girib xalqların mədəniyyətlərini və sərvətlərini mənimsəyirlər. Bu şeytan sifətlər deyirlər, bizim prinsipimiz kökdür, qalan hər bir şey bizim bu batil və şeytani prinsipə söykənməlidir. Yəni, bizim bu batil prinsipimiz kökdür, qalan hər bir şey bizim bu batil və şeytani prinsipimizə söykənməlidir. Ölkələrin idarəçiliyi bizim prinsipimizə söykənməlidir. Ölkələrin iqtisadiyyatı bizim prinsipimizə söykənməlidir. Ölkələrin təhsil sistemi bizim prinsipimizə söykənməlidir. Ölkələrin hərbi sistemi bizim prinsipimizə söykənməlidir. Hətta dini həqiqət bilmirlər, deyirlər ki, bu da, din də bizim prinsipimizə söykənməlidir. Baxın, burada dini bir dənə şaxə qərar verdilər. Ölkələrin ki, idarəçiliyi bunların prinsipinə əsaslanmalıdır. Gətirirlər öz adamlarını, keçirdirlər xalqın başına. O da gəlir, xalqı onların batil və şeytani prinsipinə əsasən idarə edir. Ölkələrin iqtisadiyyatı bunların prinsipinə əsasən olmalıdır.
o ölkənin iqtisadiyyatı o həddə olmalıdır ki, o ölkə və ölkələr daimi bunlardan asılı olmalıdır. Ölkələrin hərbi sistemi bunların prinsipinə söykənməlidir. O ölkənin ya ölkələrin hərbi sistemi o həddə olmalıdır ki, bunlar istəsələr o ölkəyə ya ölkələrə təcavüz etsinlər, edə bilməsinlər ki, onun qarşısını alsınlar. Ölkələrin hərbi texnikası o həddə olmalıdır ki, bunların təcavüzünün qarşısını ala bilməsin. Ona görə bu günləri İranın raketlərindən qorxurlar. Ölkələrin təhsil sistemi bunların batil və şeytani prinsipinə söykənməlidir. Dediyimiz kimi, din də bunların batil prinsipinə söykənməlidir. Halbuki dini həqiqət bilmirlər. Din yəni təhsil sisteminə, iqtisadiyyata, hərbi sistemə, idarəçiliyə dəxalət edə bilməz. Din yəni ged otur bir ikincidə öz ibadətinə, itaətinə məşğul ol. Dini fərqliləşdirirlər. Din bunların heç birinə müdaxilə edə bilmir. Ona görə də Azərbaycanda məktəblərdə hicab qadağı olunur. Hicab nədir, məktəb nədir? Bu adı verməklə məktəbdə hicab qadağası qoyulur. Bunların prinsipinə əsasən din yəni dediyimiz kimi ged bir küncə çəkil, öz ibadətinlə, itaətinlə məşğul ol. Sənin cəmiyyətdə heç bir işin yoxdur, heç bir yerin yoxdur. Bunların bu batil və şeytani prinsipinə söykənən din İmam Xomeyninin və əziz rəhbərimizin dilindən desək, Amerika İslamıdır. Amerika İslamı nə üçündür? Amerika İslamı həqiqi İslamın müqabilində ortaya çıxan İslamdır. Bu İslam hakimiyyəti əldə saxlamaq və güc əldə etmək üçündür. Beynəlxalq müstəmləkəçi güclərin müsəlman xalqlarının üzərində hökmranlığını təsdiqləmək üçündür. Amerika İslamının bayrağı altında olanlar beynəlxalq müstəmləkəçi güclərin müsəlman xalqlarına hökmranlığını təsdiqləyir və təsdiqləməkdən də başqa onların cinayətlərinə susmaqla onlara dəstək olurlar. Həmin Vahabilər, Vahabilərin ağaları, o ağaları ki, Amerikanın sağmal inəyidir. Bunların içində saray mollalarında demək olar. Amerika İslamının xüsusiyyətləri nədir? Amerika İslamının xüsusiyyətləri həqiqi İslam anlayışından uzaqdır. Dini siyasətdən ayırır. Bu İslamın bayrağı altında olanlar zalimlara qarşı dostdurlar. Allah yolunda zalimlara qarşı mübarizə aparanlarla düşməndirlər və onlara kin bəsləyirlər. Amerika İslamı fəsad və mənəvi tənəzzülün üzərində köklənir. Amerika İslamı zülm və ədalətsizliyi qarşısında laqeyddir. Dini şəxsi maraq və qazanc vasitələrində istifadə edirlər. Amerika İslamını həqiqi İslamın müqabilində yaradıblar. Həqiqi İslamın əsas mahiyyəti və təməl prinsipi mənəviyyatdır, ədalətdir və ağıldır. Bunlar həqiqi İslamın əsas mahiyyəti və təməl prinsipidir. Həqiqi İslam zülmə qarşı, istismarçı və hegemon güclərə qarşı mübarizə aparır və məzlumları, zəifləri müdafiə edir. Həqiqi İslamda cəmiyyətlərin xoşbəxtçiliyi və saadəti əsas məqsəddir. Məzlumlara ümid verir, zalimlar üçün isə qorxu mənbəyidir. Buna görə də Azərbaycanda həqiqi İslamın bayrağı altında olan ruhanilər, möminlər, möminələr zindanlara salınır və işgəncələrə məruz qalır. Ya da belə ruhanilərə, möminlərə müxtəlif böhtanlar atmaqla cəmiyyətin, xalqın gözündən salmağa çalışırlar. Qorxurlar ki, belə ruhanilərin xalqa həqiqəti çatdırması ilə xalq bunların batil və şeytani prinsiplərini başa düşərlər. Bunlar hər nə qədər çalışsalar da Allah Teala buyurur: "Vallahu mutimmu nurihi və lev karihal kafirun." Kafirlərin xoşuna gəlməsə də Allah Teala öz nurunu tamamlayacaq. Allah Teala salih möminlərin əli ilə öz dinini, onun qanunlarını, proqramlarını dünyanın hər yerində icra edəcək. İmam Zaman əleyhissalam zuhur edəndə insanları saadətə və xoşbəxtçiliyə çatdıran bu qanunlar və proqramlar dünyanın hər yerində kamil şəkildə icra olunacaq. Zuhurun tezləşməyi müntəzirlərin yorulmadan iş görməyinə bağlıdır. Allah Teala bu cinayətkarların batil və şeytani prinsiplərinin aradan gedməyindən ötürü möminləri hər zaman bu cinayətkarlarla, bu şeytan sifətlərlə mübarizəyə səsləyir. Tövbə surəsinin 41-ci ayəsində nəzər salanda Allah Teala buyurur: "Və-cahidu bi-envalikum və enfusikum fi sabilillah." Allah yolunda mallarınızla, canlarınızla cihad edin. Düzdür, insanlar müharibə xoşlamırlar, qan tökülməyini istəmirlər. Amma bilin, insanlar istəsələr də, istəməsələr də bu cinayətkarlar hər nə qədər yaşayırlar, heç kimə rəhm etməyəcəklər. Bunlar insan qanı və insan əti ilə qidalanan vəhşilərdir, vampirlərdir. Mən üzr istəyirəm, bu cinayətkarlar, bu vampirlər körpə qız uşaqlarını oğurlayıb, onların qanını içirlər və ətlərini yeyirlər. Bunlar dünyada nə qədər cinayətlərə əl atıblar. Bunun üçün də Allah Teala Bəqərə surəsinin 216-cı ayəsində buyurur: "Bismillahirrahmanirrahim. Kutiba aleykumul qitalu
Və huvə kərhun ləkum. Döyüş sizə vacib edildi, halbuki o sizə xoş deyil. Və bu ayənin ardınca Allah Teala buyurur: "Və asa an takrahu şey'an və huve xayrun ləkum və asa an tuhibbu şey'an və huve şerrun ləkum." O şeylər ki siz onu xoşlamırsınız, onda sizə xeyir vardır. Və o şeylər ki siz onu sevirsiniz, onda sizin üçün zərər vardır. Allah Teala bu ayədə buyurur: düzdür, müharibə sizin xoşlamadığınız şeydir, amma onda sizin üçün xeyirlər var. Nədir bu xeyirlər? Bəşəriyyət bu vampirlərin, bu vəhşilərin zəncirlərindən və köləliyindən nicat tapacaqlar. Əgər bunlarla mübarizə aparılmasa, canımız da, malımız da, övladlarımız da bu vampirlərə, bu vəhşilərə yem olacaq. Allah Teala bizləri bu vəhşilərlə mübarizəyə səsləməyinin səbəbi budur ki, bu vəhşilər, bu cinayətkarlar yer üzündən təmizlənsin, bunların batil prinsipləri aradan getsin və Allahın fitrət üzərində olan qanunları və proqramları yer üzündə icra olunsun. İnsanlar bu qanunlar və proqramlar əsasında yaşasın. İnsanlara onların dərdinə yanan Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və Həzrəti Əli əleyhissalam kimi pak insanlar rəhbərlik etsinlər. İnsanların rifahını və saadətini yalnız belə pak insanlar təmin edə bilərlər. Bu vampirlər, bu cinayətkarlar, bu vəhşilər yalnız öz mənfəətlərini fikirləşirlər və insanları da öz mənfəətlərinə qurban verirlər. Amma Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm insanların hidayəti üçün o qədər çalışırdı ki, Allah Teala Quran-ı Kərimdə buyurur: "Ləalləqə bâxiun nəfsək." Az qala özünü həlak edəsən. Bugün dünyaya hakim olmaq istəyənlər qız uşaqlarının diri-diri ətini bişirib yeyənlərdir, qanlarını içənlərdir. Amma bugün Peyğəmbərin davamçıları bunlarla mübarizə aparırlar. Necə ki, Peyğəmbər özü öz zamanında belə vəhşilərlə, belə vampirlərlə mübarizə aparırdı. O zamanda da insanlara qarşı vəhşiliklər edilirdi. Qız uşaqlarını diri-diri torpağa bastırırdılar. Təfsir alimləri yazırlar, qadınların doğuş zamanı çatanda yerdə bir çuxur qazırdılar. Üzr istəyirəm, o xanım doğuş zamanı gəlirdi, o çuxurun üzərində otururdu və orada uşağı dünyaya gətirirdi. Əgər o uşaq qız olsaydı, elə həmin o yerdə də diri-diri bastırırdılar. Amma Peyğəmbər gəldi, belələri ilə mübarizə apardı. Əli əleyhissalamın hökuməti dövründə o həzrətə xəbər gəlib çatır ki, düşmən müsəlman bir qadına və İslam hökumətində yaşayan başqa dindən olan bir qadını qarət ediblər. Əli əleyhissalam bu xəbəri eşidəndən sonra buyurur: əgər bir müsəlman kişi bu hadisədən sonra qəm-qüssədən ölsə qınanmaz. İnsanlara qarşı olan vəhşiliklərə imam bu qədər həssas idi. Əli əleyhissalamın qardaşı Əqil o həzrətdən Beytulmaldan əlavə kömək istəyir. Əli əleyhissalam dəmir parçasını qızdırır və Əqilin bədəninə yaxınlaşdırır. Əqil fəryad edir. Əli əleyhissalam qardaşı Əqilə buyurur: sən bu kiçik otdan qorxursan, amma qardaşını cəhənnəm oduna tərəf sürükləyirsən. Əli əleyhissalam hara xalqın malını öz qohum əqrabalarının cibinə dolduran quldur başçılar hara. Dünya bugün Əli əleyhissalamın balasının intizarındadır, İmam Zaman ağanın intizarındadır. Bugün dünya hegemonlarının, Qərb məktəbinin İrandan qorxmağının əsas səbəbi təvhid prinsiplərinə söykənmiş ilahi hökumətdir. Onun rəhbəridir və öz rəhbərinin arxasında möhkəm dayanan bəsirətli xalqıdır. İmam Xomeyni rəhmətullah İranda İmam Zaman əleyhissalamın quracağı hökumətin təməlini qoyub. Allahın lütfu ilə bu gün də bu hökuməti əziz rəhbərimiz Seyyid Əli Xomeyni davam etdirir. Allah Teala İsra surəsinin 81-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Və qul ca'al haq və zəhəqəl batil. İnnəl batilə kanə zəhuqa. Haqq gəldi, batil də məhv oldu. Həqiqətən də batil məhvə məhkumdur. İranda ilahi hökumətin mövcudluğu bunların batil və şeytani prinsipinin aradan getməyinə səbəb olur. İranda hökumət ilahi qanunlara əsaslanır və ilahi qanunlar bu ölkədə kökdür. Bu hökumət inşallah İmam Zaman əleyhissalam gələndə kamil formada olacaq. Allah Teala ayədə buyurur: Vallahu mutimmu nurihi və ləv kərihəl kafirun. Kafirlər xoşlamasalar da Allah öz nurunu tamamlayacaqdır. Yer üzünün hər yerində ilahi qanunlar, ilahi proqramlar icra olunacaq inşallah. İmam Zaman əleyhissalam gələndə onun hökumətində cəmiyyətdə pislik və zülm aradan qalxacaq. İnsanlar yer üzünün maddi nemət və bərəkətlərindən geniş şəkildə istifadə edəcəklər. Ağıl və idrak inkişaf edəcək, mənəvi və əxlaqi dəyərlər yüksələcək. Quran və sünnəyə əsaslanmaq cəmiyyətin hər təbəqəsində olacaq. O həddə olacaq ki, evdar qadınlar öz evlərində Quran və rəvayətə əsaslanaraq
hökm edəcəklər. Yer üzü abadlaşacaq. İqtisadi, ictimai və əxlaqi bərabərlik bərqərar olacaq. Elə bir səviyyədə ki, heç bir fəqir zəkat almağa möhtac olmayacaq. Allah Teala inşallah İmam Zaman ağamızın zuhurunu təcil eləsin, öz qanunlarını yer üzünə hakim etsin. Bu vampirlər və vəhşilər tez bir zamanda məhv nabud olsun və onların batil və şeytani prinsipləri aradan getsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.